Dedim, hər addımıma diqqət edəcəyəm. Dilimlə günah etməkdən çəkinəcəyəm. Pis adam qarşımda durarkən dilimi yüyənləyib dinməyəcəyəm. Dilimi saxlayıb sustum, yaxşılığa belə danışmadım. Dərdlərim ağırlaşdı, köksümdəki qəlbimə köz doldu. Dərin düşünəndə yanıb yaxıldım. Dilimlə belə dedim: Ya Rəbb, mənə bildir, aqibətim necə olacaq? Ömrümün günləri nə qədər qalıb? Qoy nə qədər fani olduğumu anlayım. Budur, günlərim ovcuna sığdı. Ömrüm qarşında heç oldu. Bəli, insan sadəcə bir nəfəsdir. Əlbəttə, insan kölgə kimi dolaşır. Həqiqətən, o boş yerə çarpışır. Var dövlət yığır, kimə qalacağını bilmir. Ey Xudavənd, nə gözləyim indi mən? Mənim ümidim sənsən. Məni bütün təqsirlərimdən qurtar. Məni axmaqların tənəsinə hədəf etmə. Sustum, ağzımı açmadım. Çünki sən bunu etdin. Göndərdiyin bəlanı mənim üstümdən götür. Əlinin zərbəsindən gör necə əzildim. İnsanı təqsirinə görə məzəmmət edən zaman arzularını güvə kimi dağıdarsan. Bəli, insan sadəcə bir nəfəsdir. Dinlə duamı, Ya Rəbb, fəryadımı eşit, biganə qalma göz yaşlarıma. Çünki sənin yanında bir qəribəm, ata babam kimi bir qonağım. Birazca nəzərini məndən çək, qoy köçüb getməzdən əvvəl dinc yaşayım.